Əvvəla Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinizdə olsun. Sabah mübarək Qurban Bayramıdır. Allah kəsdiyiniz bütün qurbanları, etdiyiniz duaları, qıldığınız namazları qəbul etsin. Bu mənim qızım Aytəndir, bilirsiniz 10 yaşı var. Anadan gəlmə bu çanaq çıxığı displaziyası xəstəliyindən 6 dəfə əməliyyat olunub. Yerimə məhdudiyyətlidir, yenidən əməliyyat olunmalıdır, eyni zamanda reabilitasiya olunmalıdır. Xahiş edirəm, kimin nə fitrə zəkatı varsa, mənim balama göndərib Allaha xatir kömək edin. Bizim vəziyyətimiz çox çətindir. Bakı şəhəri Fısan kəndində kirayə qalırıq. Özüm 18 manata restoranlarda qab yuyuram. Çatdırmaq olmur, xahiş edirəm. Kimin imkanı varsa bizə kömək eləyin. Uşaqlarıma nə normal bazarlıq edə bilmirəm, nə qızımın reabilitasiyasını, əməliyyatını etdirə bilmirəm. Xahiş edirəm, bu videomu izləyənlərdən Allah yolunda bizə kömək eləyin. Çox sağ olun, Allah hər birinizdən razı olsun, Allah kəsdiyiniz qurbanları qəbul etsin.